Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfər çərçivəsində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert ilə görüş keçirib. Görüş zamanı cari il ərzində Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması və ixrac proseslərinin sadələşdirilməsi imkanları nəzərdən keçirilib. Bugünkü bizim görüşümüzdə ən vacib məqamlardan biri də mövsümi bizim meyvələrin ixracı zamanı ləngimələrin baş verilməsinin aradan qaldırılmasıdır. Bundan sonra artıq bizim mövsümi tez xarab olan meyvə və bitkiçilik məhsullarımızın daha sürətlə ixracın həyata keçirilməsinə təminat verdilər. Bu bizə imkan verəcəkdir ki, biz kənd təsərrüfatı məhsullarının ixracının daha da həm spektrını genişləndirək, məhsul çeşidini genişləndirək, həm də həcm və miqdar etibarı ilə da daha çox ixracı həyata keçirdə bilir. Ən vacib məqamlardan biri bizim həmkarımızla müzakirə elədiyimiz məsələ heyvan sağlamlığı məsələsi idi və xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsidir. Biz də həmkarımızla sərhədyanı xəstəliklərin və xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar qurumlar arası xüsusi bir işçi qrup yaratdıq və həmin işçi qrupun demək fəaliyyəti ondan ibarət olacaqdır ki, artıq xüsusi təhlükəli zoonoz infeksiyalara qarşı mübarizə tədbirlərini birgə həyata keçirdəcəklər və bu da bizə imkan verəcək ki, ölkəmizdə ithal zamanı baş verə biləcək təhlükələri və ölkə ərazisində baş verə biləcək alovlanmaların daha tez və sürətli aradan qaldırılmasına gətirib çıxarda bilər. Qida məhsullarının qablaşdırılması və etiketlənməsi, eyni zamanda heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub. Müzakirələrdə həmçinin elektron məlumat və təcrübə mübadiləsi, heyvanların identifikasiyası, eləcə də pestisidlərin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət mexanizmləri diqqət mərkəzində olub. Sergey Dankvert Azərbaycanın müsbət təcrübəsini yüksək qiymətləndirərək iki qurum arasında formalaşmış səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Наши отношения, они развиваются достаточно последовательно. Вот только сейчас мы подводили итоги. Münasibətlərimiz davamlı şəkildə inkişaf edir. Elə bu gün yekunları nəzərdən keçirdik. Ötən il qarşılıqlı ticarət dövriyyəmiz təxminən 1 milyard 700 milyon təşkil edib. Meyvə tərəvəz tədarükü kifayət qədər çoxdur və biz pestisidlərə xüsusi diqqət yetiririk. Bu istiqamətdə də yaxşı nəticələr əldə etmişik. Hətta bəzi məqamlarda Azərbaycan pestisidlərin qeydiyyatı məsələsində bizi qabaqlayır. Çünki digər ölkələrdə qadağan olunmuş bir çox pestisidlər Azərbaycanda dərhal qadağan edildi. Qarşılıqlı balansın əldə olunması ümumi nailiyyətlərimizdir və bu müsbət göstəricidir. Biz gələcəkdə də münasibətlərimizi inkişaf etdirəcəyik. Müzakirələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.